Baxaq tam zəbri ifadələrdən birinci sualımız. Aha, nə edərəm? 16 yazarıq 2 üstü 4 üstü 4. 2 üstü 17. Aşağıda da nədir? 4'ü yazaram. 2 üstü 8. Bərabərdir. 2 üstü 16. Üstəyə gəl. 2 üstü 17. Böl. Hocam? 2 yazmaq istəmişdi. 2 üstü aşağı nə elədi? 16. Bərk. Baxırıq burada. 2 üstü 16'ları ortaq çıxaranda nə qalır? 1 üstəyə 2. Bunlar da getdi qaldı nə? Doğrudur. Sonra ikinci sual ifadəsini çox ədəyin standart şəklində göstərin. Bu müxtəsərdir də. Açanda 4'də 1 A üstü 4. Hasilinin 2 misli. Nə olacaq? 2'də 1'i 3'ə, onu da 2'yə vursaq nə verəcək? 3A kvadratı B kubu. Axırıncının da 9B üstü 6. Təşəkkürlər. Üçüncü sual. İnşallah. Dərsin sonunda deyəcəm. Px çox ədədisi üçün Px üstəyə gəl, Px üstəyə gəl 1, 2x kvadrat üstəyə gəl 8x çıx 3 və P1 üstəyə gəl P3 18 bərabərliyi üçün P1'i tapın. Qəşəng sualdır. Aycan. Aha. Deməli, nəyə baxaq? Px üstəyə gəl, Px üstəyə gəl 1 neçədir? 2x kvadratı üstəyə gəl 8x çıx 3. Tamam. Bizdən nə istəyir? Bir də verib P1 üstəyə P3 18'dir. Bu da qalsın əlimizdə. P1 ilə P3'ün cəminin 18 olması. Bizdən nə istəyir? P1'i. Nə tər tapaq? Fikir verin, ardıcıl funksiyadan, yəni ardıcıl olanların cəmi verib. Nə edərəm? Onlar mı yazım? P1. P1 yazsam. Demək, x-im nədir? X-im 1'dir. P1 üstəyə gəl P2 bərabərdir. 2 vur 1'in kvadratı üstəyə gəl 8 vur 1 çıx 3. 2, 8, 10, 7 eləyəcək də. P1 üstəyə gəl P2 bərabərdir. 7'yə. Bərabərdir 7'yə. Sonra gedirəm. X-in yerinə 2 qoyanda. Aycan. 2 qoyanda. P2 üstəyə gəl P3 olsun. O da olsun neçə? Deməli, 2 vur 2'nin kvadratı üstəyə 8 vur 2 çıx 3. O da eləyəcək. Deməli, P2 üstəyə gəl P3 bərabərdir. Neçə oldu? 8, 16, 24, 3 çıxanda 21. İndi bir dənə də bura baxaq. P2 ilə P3'ün cəmi 21. P1-dən P2'nin cəmi neçə? 7. Bir də P1-dən P3'ün cəmi var. Nə edərəm? Bunları alt-alta çıxaram. Alt-alta çıxanda P2'lər gedəcək. Nə qalacaq? P3 çıx P1 bərabərdir 14. Bəs P3 üstəyə P1 18. Bunu da alt-alta toplayaram. 2P3 bərabərdir 32. P3 bərabərdir. P3 16'dırsa 16'ın üzərində nə gələndə bizə 18 verir? P1 də bərabərdir 2. Maraqlı sual idi. Aycan. Hansı? 1, 2'ni qoymaq. Niyə mən x-in yerinə bir dəfə 1, bir dəfə 2 qoydum? Bax, 1'i qoydum ki, P1'lə işləyim. P1, P2 cəmini tapım. Tapdım. Sonra 1'dən sonra... Ay, sol. 1'i qoyandan sonra 3'ü qoymadım, 2'ni qoydum. Çünki 3'ü qoysaydım, burada 3 olardı, burada 4. İndi məsələ nədir? Qulaq asda. İndi burada P2 yoxdur. Burada 2'ni qoysam, burada da P2 alınacaq. P2'lər gedər, P1-dən P3 qalır. Amma təsəvvür edə P3, P4 var, P1, P2 var. P2 ilə P4 qalacaq artıq orada. Başa düşdün? Məhdəş. Buyurun, xoşdur. Sonra? Əslində bunun alt-alta toplayıb P2'ni də tapıb sonra yerini də qoymaq olardı. Məsələn, bu ikisini görürsünüz. Alt-alta toplayanda P2'ni tapardıq, sonra yerinə qoyub P1'i tapmaq olardı. O da düşdü. 4 eynisidir. Yazım mı? Burada yenə bir dəfə 1 qoyasınız, bir dəfə 2 qoyasınız, cavab çıxacaq 5.
İfadəsinin ən kiçik qiymətini tapın. Ən kiçik qiymət nətər tapırdıq ümumiyyətlə? Yadınıza gəlirmi? Ay o ancaq funksiyada, kvadrat funksiyadaydı. Əkiqi deyə, düzdür. Amma bu o deyil də. Burada gələk düstur yaradasan. Müxtəsər bəli. Deyir deyə al gülüm, ver gülüm. Odur da nə? İndi 2a kvadratı deyil. 2a kvadratın yazın 2 dənə a kvadratı. Amma birin burada saxlayın. Birin altına axıra. Birin əvvəldə saxlayın. A kvadratı çıx 2ab üstə gəl. B kvadratı. Üstə gəl. A kvadratı çıx 2a üstə gəl. Üstə gəl 2 də yox ha. Üstə gəl 1 üstə gəl 1. Bir dənə düstur burada çıxsın. A kvadratın biri burada düstur versin. Biri də geçsin burada düstur versin. A çıx B'nin kvadratı üstə gəl. A çıx 1'in kvadratı üstə gəl. 1 bərabərdir. 0, 0 və 1. Aydındır. Şimdi cavab 1. Başa düşdüyümü? 5'ten sonra. Altıncı sual. Ən kiçik qiymətdir yenə. Ən kiçik qiymətdirsə çox asan. Modul 0 bəli. Bəli, 3 saat çıx 5B və deyərəm bu da qəbulun sualıdır, inanmazsınız. Çox asan qəbul sualıdır amma. 3 saat... Aycan? A 5K, B 3K. Bizdən nə istəyir? 48 bölünsün A üstə gəl B. İndi bizim ən böyük qiymət istəyirsə məxrəcə ən kiçik qoyarıq. Bunların ən kiçik qiyməti K-ya 1 qoyarıq, 5 ilə 3-dür də ən kiçik qiymətləri. 48 bölünsün 5 üstə gəl 3. 48 bölü 8 6. Sonra 7 eynisidir. 5 ilə 4'ü qoyarıq. 72'ni 5 üstə gəl 4'ə 9'a böləndə 8 eləyər. 8 A-nı verib, B-ni verib. AB hasilini tapın deyir. Tapaq da. Deməli 2x kvadratı çıx 3 0'dır. Çox asandır ki. 2x kvadratı nə olacaq? 3. Bəli. A vur B. X kvadratı nə olacaq dediniz? Bəli. Buradan getdim. 2x kvadratı çıx 3 0'dır. 2x kvadratı dediyi ki 3'dür. X kvadratı da 3 bölü 2'dir. Sonra gəldim. A 2x çıx 3'dür. B isə 2x üstəyəl 3'dür. 6 vuranda olacaq A vur B bərabərdir. 4x kvadratı çıx 9. Aparıb 4 vur x kvadratın yerinə 2'də 3 yazaram. Çıx 9 bərabərdir neçəyə? Bundan bu gedər 6 çıx 9 mənfi 3. Sonra 9 gəlir. 9'da A-nı verib, B-ni verib. Deyir ifadələri müqayisə edin. Müqayisə edək. Tamamilə doğrudur. Bir də bəsit bir ədəd qoyun. Nə ürəyiniz istəyir? Amma yəni sıfıra çevirməsin də. 0 qoyun da. 0 qoyun da. 1 qoyun, 0 qoyun, 2 qoyun, 3 qoyun, nə qoyursunuz qoyun. Salamatı 0 qoymaqdır. 0 qoyanda nə olacaq? A bərabərdir 6 vur mənfi 9. Mənfi 54. B bərabərdir. Mənfi 154. İfadələrin müqayisə edən hansı böyüdür? A böyüdür B-dən. Cavab C variant. İndi bunun bir də deyən. Bunun həlli nə tür olacaq? Həlli maraqlı deyil sizə? Yox. Aycan? Necə? Bəli, vuracaq sonra ifadə alınacaq. Doğrudur. Doğrudur. İndi bura baxın. Bəlkə onu yazım həlli ilə. Əslində burada nəsə gözümə bir şey dəyir. Yox, 3 vahid söhbəti var burada. İfadə. Aycan? A üstəgəl 6. Yazıram. Onu yazıram. Onu belə hasil şəklində yazıram. A bərabərdir A çıx 8. Nəyə doğruysa A üstəgəl 7. Bəlkə vurub açaq A-na A-ya.
Üstə gəl 7A, çıx 8A. Çıx neçə? 56. A nəyə bərabər oldu? Çıx 56. B isə A üstə gəl 10-u. Asan sual deyə görəsiniz çox rahat buradan. A kvadratı çıx 11A, üstə gəl 10A, çıx 110. 110 deyil. Fikir versəz, əvvəli ikisində də eynidir, sonu fərqlidir. Bu hissələr eyni deyil. C-ləri sadəcə müqayisə edəcəyik, bəli, sərbəstləri. Bu hissələr bərabərdir axı. A-da mənfi 56-dır sərbəst, B-də mənfi 110-dur. Deməli, A B-dən böyükdür. Cavab C variantı. Həlli də bu formadadır. Sadə də bir həlli var. Sadəcə qısa olsun deyə dedim ki, birbaşa vurub yerinə də qoya bilərdiniz. Növbəti sual 11. İfadəsinin qiymətini hesablayın. Bayaqki birinci sualdandır. 11-də görək nə deyir? 8 üstü 5. Üstə gəl 2 üstü 18. Böl. 9 vur 4 üstü 6 bərabərdir. 8 üstü 5'i. 2 üstü 3 üstü 5. 2 üstü 18. 9 ilə işim yoxdur. 4'ü yazıram. 2 üstü 6. 2 üstü 12 yazarıq. 2 üstü 15. 2 üstü 18. 9 vur 2 üstü 12 bərabərdir. Demək 2 üstü 15 ortaq çıxaraq olacaq 1 üstə gəl 2 üstü 3 böl 9 vur 2 üstü 12. Bununla bu qədər qalar 2'nin kubu. 8 vur 9 böl 9 cavab 8. Bu da rahat sual idi. 12-ci sual hansısa materialın içində var idi? 7 üstü 25'i çıxarırıq. Tez çıxarıram. 2 vur 7 çıx 5 böl. 49'u necə yazaq? 7 üstü 2 üstü 12. 7 üstü 24. 7 üstü 24 ilə 25 gedər. Qalar nə? 7 vur 9 cavab 63. Gəldik 13-cü sual. Bu da imtahan sualı idi. Amma məncə buraxılış sualıdır. Qəbulda görmədiniz bunu. Onda buraxılış sualı idi. Deməli bu sualda olar. Bu sualda nə edəcəyik? Cədvəldə verilənlərə əsasən M1 üstü 5, M2 üstü 11 çox hədəsinin dərəcəsini hesablayın. Deməli şəxsiyyətlər M1 ilə başlayaq. Buranı hesablayaq. M1 vurulsun. X üstü 4 üstü 8. Biz bilirik axı, böyüyü seçib üstünə 8'i qoydum. Bərabər neçəyə? Qüvvəti 39'a. M1 vurulsun X üstü 32, X üstü 39. Yəni, bu X özüm götürdüm, rahat görəsiz deyə. Demək, M1'in qüvvəti nədir? 7'dir. Gəldik buradan sonra. M2 vurulsun X üstü 6'da axı burada böyük. Üzərinə 7 qoyanda 46 olarsa, M2'ni 42'yə, X üstü 42'yə vuranda 46'dırsa, M2 nəymiş? X üstü 4 imiş. Bizdən də nə istəyir? M1 üstü 5. M1 buradan elə yazım, yerim var. M1 üstü 5 vurulsun M2 üstü 11 bərabərdir. M1 X üstü 7 üstü 5 vurulsun X üstü 4 üstü 11 bərabərdir. X üstü 35 vur X üstü 44. Bu da bizə nə verəcək? X üstü 79. Bizdən də dərəcəsini hesablayın. Hesabladıq. Başa düşdük. Zəhmət olmasa videonu söndür.